Uşaqlar salam. Bugün biz sizinlə Şahin müəllimin Respublika Fən müsabiqəsinə hazırlaşanlar üçün olan kitabından sınaq 15-ə baxırıq. Deməli, keçək suallarımıza. Birinci sualda bizə deyir ki, suda həll olma qabiliyyəti 0,2 qram bölünmüş milli olan duzun doymuş məhlulunun 240 qramında neçə qram duz var? Bu məsələni hansı düsturlarla işləyə bilərik? Mən sizə məhlula aid düsturlar vermişəm. Yəni uşaqların məhlula aid düsturları əla bilirlər və bu düsturlardan istifadə edərək indi gəlin uşaqlar bu məsələni həll edək. Deməli, bilirik ki, kütlə payı ilə həll olma əmsalı arasında düstur var. Hansıdır? Omega bərabərdir KH bölünsün KH üstəgəl 1000 vurulsun 100% və bir də omeganın öz düsturu var ki, omega bərabərdir mx, yəni həll olan duz maddə bölünsün n məhlul vurulsun 100% düsturu var. Yəni bu düsturlardan istifadə edərək gəlin məsələmizi həll edək. İlk olaraq biz 0,2 millini qram bölünmüş millini litrə çevirək. Yazaq ki, KH bərabərdir 0,2 qram bölünmüş milli, o da bərabərdir, deməli 200 qram bölünmüş litrə. Birinci bunu yazdıq. Keçək indi ilk yazdığımız düstura, yəni KH-la olan düsturumuza və yazaq ki, omega bərabərdir, demək KH yazmayaq da artıq yerinə qoyaq. Yazaq ki, deməli 200 tapdıqda 200 bölünsün 200 üstə gələk 1000 vurulsun 100 və buradan da deməli o da bərabərdir 200-ü 100-ə vuranda elədi 20.000 böləndə 1200-ə buradan da ixtisar aparsam qalır 200 bölünsün 12 və bunun da cavabı dövrlə alındığına görə mən elə bunu bu şəkildə saxlayıram. Elə bərabər yazım. İxtisardan sonra deməli bunu bu şəkildə 200 bölünsün 120-ni saxlayın belə. Və sonra nə edək uşaqlar? Gətirək bunu omega düsturunda yerinə qoyaq. Omeganın qiymətini demək ki biz tapdıq ki 200 bölünsün 120. O da bərabərdir. Bizdən mx soruşur. X-dir, bilmirəm nədir. Məhlulumuz da məsələnin şərtində 240 verib. Vuranda 100-ə. Deməli, buradan da ixtisar aparsaq, x-imiz yerdə qalır 40. Demək ki, cavab oldu B variantı 40 qram. Və keçək ikinci sualımıza. İkinci sualımız bir qədər böyük bir sualdır, şəkilli sualdır. Ona görə bunu bu şəkildə yuxarı verək. Yazıb ki, fərqli növ element verib uşaqlar, ortada element verib və element haqqında deməli bilgilər verib burada bizə və deyir ki, bunlardan hansı doğrudur, fikirlər hansı doğrudur. Birincidə deyir ki, uşaqlar, birincidə bizə deyir ki, fərqli növ atomlardan təşkil olunmuşdur. İndi diqqət eləyin. Bir mən yazıram hidrogen, bir də mən yazıram H2. Demək uşaqlar, bu H yazdığım elementdir, hidrogen element. H2 yazdığım isə bu bəsit maddədir. Yəni belə çıxır ki, bəsit maddə, bir dəqiqə yazım, maddə, belə çıxır ki, element fərqli növ atomlardan təşkil oluna bilməz. Əgər bunu deyirsə, bu bəsit maddələrə və yaxud da mürəkkəb maddələrə, yəni kimyəvi birləşmələrə aiddir. İkinci deyir ki, simvol ilə göstərilir. Bəli, yazdım ki, hidrogenin simvolu H-dır. Üçüncü mənə deyir ki, kimyəvi yolla onu əmələ gətirən maddələrə ayrılmır. Bəli, bu da doğrudur. Mən hidrogenda nə maddə var ki, mən onu durum nəyə də ayırım. Ona görə də 3 də doğrudur. Demək ki, 2 və 3-cü cavablarımız doğrudur. Bu da elədir. Nə hansı variant? B variantı. Aha, üçüncüdə nə deyir mənə uşaqlar? Deməli, kobalt tozu, qum və ağac yonqarının qarışığını bir-birindən ayırmaq üçün aşağıdakılardan hansına ehtiyac yoxdur? Burada kobalt tozu, qum və ağac yonqarı qarışığını bir-birindən ayırmaqdan ötürü demək öncə mən bunu biz bilirik ki, kobalt hansına aiddir uşaqlar? Dəmir,
kobalt, nikel. Bu yerləşir 8-ci qrupun əlavə yarım qrupunda və dəmir ailəsi adlanır və kobalt, yəni maqnitləşmə, yəni maqnit çəkə bilər də bunu. Bu xüsusiyyətə malikdir. Ona görə də birinci elə mən maqniti yapışdırıb bunu çəkərəm, yaxınlaşdırıb bunu çəkərəm və yerdə qalanı su ilə qarışdıraram. Bu zaman ağac yonqarı, yəni bəzi uşaqlar bu yonqar sözünü bilmirlər. Apilka deyək də kəpək, ağac kəpəyini, yəni o bunları su ilə qarışdıranda həmin o kəpək o qədər yüngüldür ki, elə bil ki, belə deyim də, toz kimi və o qalacaq suyun üzündə. Onu deməli durultma üsulu ilə götürürük, yəni ayırıcı qıfıla götürərik. Sonra yerdə qalan demək nədir? Qumla su qarışığını, qum zaten çökür suyun dibinə və onu da suyu süzməklə ayırarıq. Burada biz distillədən istifadə etmədik. Demək ki, distillə üsulu burada istifadə olunmur və 3-də də cavab oldu D variantı. Keçək digər sualımıza. Deməli, gəldik 4-cü suala uşaqlar. 4-cü sualda bizə fraksiyalı distillə qurğusu verir və burada XY mayelərinin qarışığı verilib və bizə deyir ki, hansı ifadə doğru deyil. İndi baxaq. Əgərləmə kolbasına X mayesi toplanılır. Birincidə deyir ki, X-in qaynama temperaturu Y-dən kiçikdir. Bəli. X-in hansında qaynama temperaturu kiçik olursa, toplanan daha çox o olur. Demək ki, 1 doğrudur. 2-də deyir ki, X-in molekullar arası cəzbetmə qüvvəsi Y-dən çoxdur. Xeyr, bu halda bu çox ola bilməz, az olacaq. X, Y heterogen qarışıqdır. Əgər bu distillə qurğusundadırsa, bu, yəni, belə deyək də, heterogen qarışıq ola bilməz. Demək ki, 3 də yanlışdır və 2 və 3 bizim yanlış cavablarımızdır, oldu D variantı. Gəldik indi 5-ci suala. 5-ci sualda bizə deyir ki, uşaqlar, qarışıqlar verilib və ayrılma üsulları verilib. İndi bizə deyir ki, X ilə Y fraksiyalı distillə ilə ayrılır. Aha. Y ilə Z isə sadə distillə ilə ayrılır. Və buradan da məlum olur ki, bu Y-imiz bizim maye haldadır və çox böyük ehtimal sudur. Yuxarıdakı ifadələrə əsasən hansı ifadələr doğrudur deyir. Z bərk, X, Y maye haldadır. Hə, biz qeyd elədik ki, Y maye haldadır. Bu doğrudur. Və deməkdir ki, Y-Z qarışığı suspenziyadır. Xeyr, burada distillə var. X-Y qarışığı məhluldur. Bəli, bu da doğrudur. Demək ki, doğru olan ifadələr 1 ilə 3-cü ifadələrimizdir. Bu da elədir D variantı. Gəldik 6-cı sual uşaqlar. Qab göstərilib, 2 dənə qab verilib. Birinin içində dəmir tozu var, birinin içində xorək duzu var. Deməli, dəmir tozu və xorək duzu belə göstərək. Dəmir, bunda dəmir var, bunda xorək duzu var, natrixlor və bunun üstünə tökülür. Baxın, əldə qum tutub silisium O2, bunun üstünə tökülür su, H2O gəlir. İndi baxın ay uşaqlar, bu deməli birinci tərəf müxtəlif cinsli qarışıq olur, ikinci tərəf eyni cinsli qarışıq, yəni homogen olur. Və burada deyir ki, alınan qarışıqları hansı üsulla ayırmaq olar? Elə biz baxan kimi burada dəmiri görürüksə, dəmir harda varsa, dəmir kobalt harda varsa bilin ki, o maqnitlə ayrılmadır. Digərində isə xorək duzu. Biz demişik ki, xorək duzunu buxarlandırma, kristallaşma ilə ayıra bilərik. İkisindən də istifadə edə bilərik. Və burada buxarlandırma verib bizə. Demək ki, variant D variantıdır. Gəldik 7-ci suala. 7-ci sualda da 2 dənə qarışıq verilib. Biri deməli homogendir, biri heterogen qarışıqdır. X, Y və YZ verib. Və görün, fikir verin siz bura. Deməli, birinci qarışığımızda X ilə Y-də bizə deyir ki, bərklə mayedir. Deməli, X-dir və Y-dir. Bu bərkdir. Bu da mayedir. Maye. İkinci qarışığımızda Y-lə Z verib. Y-lə Z. Bu zaten bəllidir ki, Y maye oldu. Z də deyir mayedir. Z də mayedir. İndi bu heterogendir, Y-lə Z. Bu heterogendir. Bu isə homogendir. Demək ki,
Bərkimiz nə ola bilər? Şəkərdən su ola bilər. Mayeimiz də ki, su ilə neft ola bilər, su ilə yağ ola bilər. Yəni burada da variant D variantıdır. 8-ci sualımız nədir uşaqlar? Qum, xörək duzu və dəmir tozu qarışığının tərkibindəki birləşmələri ayırmaq üçün aşağıdakıları hansı sırayla aparmaq lazımdır? Əgər yadınızda saxlayın, demək ki, uşaqlar bax, qum verib, silisium 2, sonra xörək duzu verib, natri xlor verib, daha sonra üzərinə gəlir dəmir tozu. Bax, bu qarışıqları görürüksə əgər, birinci növbədə dəmiri çıxardarıq. Islatmadan birinci dəmiri çıxardarıq. Bunun üçün də ilk növbədə maqnitdən istifadə edərik. 3. Sonra ikinci növbədə bura biz su əlavə edərik ki, baxa işimizə də ki, görək sonra neyə bilirik. Su əlavə edəndən sonra ay uşaqlar, bax, bu qumdur da, bu qumdur. Qum çökür suyun dibinə. Qum çöktü və süzməklə bunu ayırırıq. Süzməklə ayırdıq ikinci və yerdə nə qaldı? Qum getdi. Duz qaldı. Duzu da buxarlandırarıq, duzu da sudan ayırarıq. Deməli bu da oldu 4. 3, 1, 2, 4 harda var? A variantında. Demək cavabımız A variantıdır. Keçək digər sualımıza. 9-cu sualda bizə yenə də belə bir şəkil verilib və şəkildə bizdə deməli göstərilib ayrıcı qıf, zeytun yağı ilə sudur. Aşağıda da kolba verib və nə deyir? Şəklə əsasən bərabər həcmdə götürülmüş mayələrin ayrılması üçün hansı ifadələr doğrudur? Deməli, ilk olaraq su ayrılır. İlk olaraq su ayrılır. Doğrudur deyir. Bəli, bu doğrudur. Suyun kütləsi zeytun yağının kütləsindən çoxdur. Baxanda da görünür ki, bəli, suyun kütləsi çoxdur. Ayrılma üsulu sıxlıqların fərqinə əsaslanır. Demək uşaqlar, baxın, mən sizə demişəm ki, distillə ilə ayrılma qaynama temperaturudur. Xromatografiya ilə ayrılma adsorpsiya qabiliyyətidir. Durultma ilə ayrılma deməli sıxlığa əsaslanır və hansının sıxlığı azdırsa yuxarıda olur. Bəli, burada da sıxlığa əsaslanır. Onda belə çıxır ki, 1, 2, 3 hər üçü də doğru olduğuna görə variant C variantıdır. Gəldik 10-cu və sonuncu sualımıza. Deməli 10-cu sualımızda 2 dənə yumru dibli kolbalar verilib bizə, qablar verilib bizə və burada deyir ki, X, Y, Z mayelərinin qarışığı təsvir olunmuşdur. İndi nə istəyir? Buna əsasən doğru deyil deyir. Hansı ifadə doğru deyildi? Baxın uşaqlar, deyir ki, sıxlıq Y böyükdür Z kimidir. Y böyük Z kimidir. Bəli, bu doğrudur. İndicə mən sizə dedim ki, durultma üsulunda hansının sıxlığı az olursa o yuxarıda olur, üzdə olur. Amma burada Z yuxarıdadır. Əgər bunun sıxlığı kiçik olsaydı Y yuxarıda olmuş olardı. Amma burada deyir ki, Y də böyükdür Z-dən, bu doğrudur. Sonra deyir heterogen qarışıqdır. Birinci heterogen qarışıqdır. Birinci heterogen qarışıqdır. Xeyr, birinci homogen qarışıqdır. Çünki orada heç bir təbəqə göstərilməyib. Əgər qabı bu şəkildə veriblərsə, bu homogendir. Əgər qabı bu şəkildə veriblərsə, xətlər varsa, arada keçidlər varsa və yaxud da tək bir dənə belədirsə, demək ki, bu heterogendir. Deməli, X və Y bir-birində həll olur. Bəli, bu doğrudur, homogendir. İkinci qarışığı ayrıcı qıfla bir-birindən ayırmaq olar. Bəli, bu da doğrudur. Burada səhv variant B variantıdır. Bugünkü 15-ci sınağımızda bu qədər uşaqlar. Növbəti sınaqlarda görüşmək ümidi ilə.